Herkese salam. Bugün istədiyiniz kimi müxtəsər vurma düsturlarının tətbiqinə aid hazırladığım suallarla tanış oluruq və həll eləməyə çalışırıq. Məsələn, baxın, burada eyni tipli çoxlu sual var. Mən bəzilərini həll edəcəm, bəzilərini isə sizə saxlayacağım. Öyrənmək üçün işləyə bilərsiniz. Tamam, indi başladıq. Deməli, burada A plus B'nin kvadratının açılışını bilmək lazımdır ki, A kvadratı plus 2AB plus B kvadratıdır. Yəni, birincinin kvadratı mənfi N'in kvadratı üzərinə gəlsin 2 vurulsun. Mənfi N vurulsun M üzərinə gəlsin M'in kvadratı. Mənfi N'in kvadratı N kvadrat edir, çıxılsın 2MN. Burada plus M kvadratı, yəni bu şəkildə. Ya da siz bunu belə də yaza bilərdiniz. M çıxılsın N'in kvadratı şəklində və bunu da aça bilərdiniz. Məsələn, indi buna baxaq. A kvadratının kvadratı A üstü 4. Üzərinə gəlsin hasisənin kimisi. 2 vurulsun 2 4 eləyəcək. Yanında da A kvadratı. 2-nin kvadratı da 4. Bu şəkildə açdıq. Məsələn, digərinə baxaq. 2AB'nin kvadratı eləyəcək 4A kvadratı B kvadratı. Üzərinə gəlirik. Hasisənin kimisi 2 vurulsun 5 10. 2'ye də vursaq 20AB üzərinə gəlsin 25 şəklində. Məsələn, buna da baxaq. Birincinin kvadratı 16A üstü 6 üzərinə gəlsin. Hasisənin kimisi 4 vurulsun 7 28. 2'ye də vursaq 56. A kubu B üzərinə gəlsin. 7'nin kvadratı 49. B'nin kvadratı da B kvadratıdır. Məsələn, buna baxaq, bu 47'yə baxaq. Bunun kvadratı eləyəcək, deməli, hardan buradan yazım. 25'də 4A kvadratı çıxılsın hasisənin kimisi. Baxın, elədik, 10'da 1 elədi. 10'da 1'in də 2 misini neçə eləyəcək? 5'də 1 də, yəni 5'də 1 AB üzərinə gəlsin 16B 16'da 1 B kvadratı. Yəni bu şəkildədir. Məsələn 24'ə baxaq. Birincinin kvadratı 9x kvadratı y kvadratı çıxılsın. 3 vurulsun 4 12 hasisənin kimisi 24. Bunları vursaq y kvadrata vursaq. Yəni A üstü M vurulsun A üstü N. A üstü M plus N'dir. Yəni y üstü 1'dir. 1 2 yazılmayan geçsin 1'dir. 1 üzərinə gəlsin 2 3. Yəni 24 y kubu x də yanına atırıq. Üzərinə gəlsin 4'ün kvadratı 16 y kvadratının kvadratı y üstü 4 şəklində. Və sonuncu birdən də baxaq. Qalanını isə özünüz həll eləməyə cəhd edərsiniz. Məsələn, hansı olsun? 32 olsun. Birincinin kvadratı 4'ün kvadratı 16 A üstü 5. A üstü 10 üzərinə gəlsin. Hasisənin kimisi 28'in kimisi 56 A üstü 5 B kubu üzərinə gəlsin bunun kvadratı. 7'nin kvadratı 49 B kubunun kvadratı B üstü 6 şəklində. Buna da baxaq sonuncusuna. Birincinin kvadratı A kvadratı üzərinə gəlsin hasisənin kimisi. Baxın, A bölü 2'nin kimisi nədir? A. A üzərinə gəlsin 1 bölünsün 4 şəklində. İndi yazmadıqlarımı isə özünüz yaza bilərsiniz. Bunu təmizləyim. Tamam. Baxdıq buna. İkisini mən həll eləyəcəm. Birini isə özünüz həll eləyərsiniz. Şərinin kvadratı yəni bu şəkildədir. Biz bunu sadələşdirməliyik. Baxın, burada nə var? Baxın, məsələn, bu ifadə A-mızdır. Bu ifadə də B-mizdir. Bu da A, B. Baxın, nə yaranıb? A kvadratı plus 2AB plus B kvadratı. Yəni, bu nə deməkdir? A plus B'nin kvadratının açılışı. Yəni, 2A plus 5 A'mız odur. B'miz nədir? A plus 7. Bunun kvadratının açılışıdır. Yəni, 3A plus 12'nin kvadratı. Baxın, sadələşmiş forması son olaraq bu şəkildə yazılacaq. Birini də mən izah edeyim. Bunu siz yazarsınız. Mən 4 izah edirəm. Yenidən buna bir A deyin. Buna bir B deyin. Bu da A, bu da A. Nə alındı? A kvadratı çıxaq 2AB plus B kvadratı. Bu nəyin açılışıdır? A çıxaq B'nin kvadratının. Yəni A'mız nədir? 4 plus 3x çıxılsın. B'miz nədir? 5x plus 1. Bunun kvadratı. Bunu açaq. 4 üstə gəlsin 3x çıxılsın. 5x minus
1'in kvadratı. 4'dən 1 çıxsaq 3, çıxılsın 2x-in kvadratı şəklində göstəriləcək. Sonuncusunu isə özünüz yazarsınız. Deməli 3'ə baxırıq. Tam kvadrat şəklini göstərməliyik. Baxın, 16'nın kvadratı, 26'nın gəlin belə yazaq. 2 vurulsun, 13 vurulsun. 16 plus 169'da necə yaza bilərik? 13'ün kvadratı şəklində. Baxın, a kvadrat çıxaq, 2ab plus b kvadratı. Nəyindən çıxır? Daha çıxaq b-nin kvadratını. Yəni 16 çıxaq 13'ün kvadratı. 3'ün kvadratı da 9 verəcək. Məsələn, başqa birisinə baxaq. Buna baxaq. 6'nı isə özünüz yazarsınız. Məsələn, buna baxıram. 14'ün kvadratı üzərinə gəlsin 2 vurulsun, 14 vurulsun, 12 üzərinə gəlsin 12'nin kvadratı. A plus b'nin kvadratıdır. Yəni 14 plus 12'nin kvadratı. Yəni 26'nın kvadratı. Bunu hesablaya bilərsiniz. Mən bu şəkildə saxladım. Məsələn, indi bunlardan da bəzilərinə baxaq. Məsələn, birinciyə baxıram. Birincinin kvadratı a kvadratı b kvadratı. Hadisələrinin kimisi 6abc üzərinə gəlsin 9c kvadratı şəklində olacaq. İndi 2 vurulsun. Bunun kvadratını gəlin açsaq birincisi. A kvadratı b kvadratı üzərinə gəlsin. Hadisələrinin kimisi 4a kvadratı b üzərinə gəlsin 4a kvadratı. İndi bunu da mötərizənin içərisinə vurmalıyıq. 2a kvadratı b kvadratı 8a kvadratı b 8a kvadratı şəklində deməli açılacaq. Bu şəkildə. 9'u nə yazaq? Məsələn, 17'ni yazıram. Ya da 17 rahat nisbətən 18 yazaq. 4a plus 1'i vururuq. A kvadratı plus 12a plus 36'ya. Baxın, vuranda birinci həddi bunun ilkinə vururuq. 4a kubu. Sonra birincini bunun ikincisinə vururuq. 4'ü 12'ye vurduq. 48. A'nı a'ya vurduq. A kvadratı. Sonra isə ən sonuncusuna vururuq. Eləyəcək 144a. Sonra 1'i vururuq. A kvadrat. Yəni elə olduğu kimi qalacaqdır. A kvadratı plus 12a plus 36 şəklində. Bu da bərabərdir nəyə? 4a kubu 48a kvadratı a kvadratı eləyəcək 49a kvadratı. 144a 12a 156a plus 36. Baxın, son forması. Yəni bunu standart şəklə salmaq da həmçinin çox əlini. Yəni bu standart şəklə salındı. Yəni mən bunları yazdım. Üçünü bunları da siz yazacaqsınız. Tamam, işarələdim. İstəyirsiniz birinə də baxaq. Məsələn 17'yə də baxa bilərik əslində. Amma o qalsın, özünüz həll eləyin. Bunu da həll eləmədiklərimi eləyərsiniz. Yəni bunu işarələmişdim amma sildim. Tamam, indi 4'ə baxırıq. Buradan bəzəni seçəcəm. Buradan da işarələdiklərimi eləyəcəm yəni. 36 nəyin kvadratıdır? 6'nın. Y kvadrat nəyin kvadratıdır? Y-in. Deməli 6y-in kvadratıdır. Bunlar eynisidir. Buna baxaq. 49 nəyin kvadratıdır? 7'nin. A'sı 4a kvadratının. B kvadratı da b'nin. Bunun kvadratı. Məsələn, buna baxaq. Bunu məsələn görməsəniz ki, 14'ün kvadratıdır. Belə yazın. %9. 100 nəyin kvadratıdır? 10'un kvadratı bölək 3'ün kvadratı. Bunu belə yaza bilərsiniz. 10'da 3'ün kvadratı. Yəni 0,3'ün kvadratıdır. Deyir 0,3 x 4 nəyin kvadratıdır? X kvadratının kvadratı şəklində. Məsələn, buna baxıram. 2 tam 100'də 25. 2 tam 4'də 1 və ya 4'də 9. Nəyin kvadratıdır bu? 2'nin kvadratı, 3'ün kvadratı. Yəni nəyin 3 bölək 2'nin kvadratı. Yəni 1 tamında 5'in kvadratı. A üstü 4 a kvadratının kvadratı. B kvadratı da b'nin. Bunun kvadratı. Yəni bu şəkildə. Sonra eynilərinə baxmayaq. Məsələn, buradan birinə. Məsələn, elə buna baxaq. 4 nəyin kvadratıdır? 2'nin. 9, 3'ün. Deməli, 2 üstü 3'ün. 2 bölünsün 3'ün kvadratıdır. B üstü 10'a, B üstü 5'in kvadratıdır. Baxın, bunu çox şagird çalışır. B üstü 5'in kvadratı. Baxın, bu şəkildə olanda, yəni A üstü M üstü N olanda A üstü M N olur. Yəni B üstü 5 vurulsun 2'dən B üstü 10.
Yəni 5-in kvadratı kimi 25 olmalı kimi fikirləşməyin. Məsələn, birinə də baxım və artıq qalanını özünüz yazacaqsınız. Məsələn, buna baxıram. 49 7-nin kvadratı da 36 6-nın s kvadratı s-nin. Bunun kvadratı. Davamını isə özünüz yazarsınız. Baxdıq 5-ə. Burada 9-u mötərizə xaricinə də çıxara bilərik. Belə yaza bilər. 9 vurulsun a üstü 4 plus 1. 9 vurulsun a kvadratının kvadratı plus 1-in kvadratı şəklində yaza bilərsiniz. 9 vurulsun. Burada bu əlavə düsturdur. A kvadrat əslində bu vacib deyil, amma işlərdə bilirik. Baxın, bu şəkildə də yaza bilərsiniz. Bu şəkildə də. Yəni bunun görmək rahatdır. Bunu açsınız. Elir a kvadrat plus 2ab plus b kvadrat. Yəni bundan 2ab çıxdınız, qaldı b bu ifadə. Və yaxud a kvadrat çıxaq 2ab plus b kvadratı. Bunun üzərinə gəlsəniz, bunlar gedəcək, qalacaq o ifadə. Yəni bu şəkil. Tamam. Deməli, a kvadratının kvadratı plus 1-in kvadratı şəklindədir. Yəni, bunu da yaza bilərsiniz. Məsələn, a kvadratı plus 1-in kvadratı çıxaq. Məsələn, 2a kvadratı şəklində. Məsələn, belə yaza bilərsiniz və s. Deməli, başqa buna baxaq. Məsələn, 15-ə baxıram. Buradan yazıram. 25 nəyin kvadratdır? 5-in x üstü 8, x üstü 4-ün. Bunun kvadratı çıxılsın 1-in kvadratı. Aha, burada biz yeni bir düstura gəldik. A kvadratı çıxaq b kvadratı. A kvadratı çıxaq b kvadratı. A çıxaq b vurulsun a plus b-dir. Yəni, bu üçünə baxmışıq. Bunlara aid nümunələrə baxmışıq. Yəni, üçüncüdə daha doğrusu baxırıq. Tamam. Bunu da belə yazırdıq dedik. Bir dəfə 5x 4 çıxaq 1, bir dəfə də cəmi. Bu şəkildə. Məsələn, başqasına baxırıq. Məsələn, buna baxaq 23-ə. 23-də bir nüans var ki, 5-i mötərizə xaricinə çıxarmalısınız. X üstü 6 çıxaq, y üstü 4. Sonra görünür. 5 olsun, x kubunun kvadratı çıxılsın. Ehtiyac yoxdur. Tamam. Kubunun kvadratı çıxaq, y kvadratının kvadrat şəklində. Buradan yazaq. Alınacaq, deməli, 5 vurulsun, x kubu çıxaq, y kvadratı vurulsun, x kubu plus y kvadratı şəklində. Deməli, sizə tapşırdıqlarım nə oldu? 19 və 27 oldu. Baxdıq buna, yaxşı, 12-ni də siz işləyəcəksiniz. 16-dan izah edirəm. 64 8-in kvadratı da A kvadratının B-nin. Bunun kvadratı çıxılsın 7-nin kvadratı. Bir dəfə cəmi 8A kvadratı B çıxaq 7 plus cəmi demişdim. Bir dəfə də fərqi. Bu şəkildə bunu özünüz yazarsınız. Bunları yazarsınız. Burada dəyişim rəqəmləri hesabda səhv düşür. 6 4 olsun. Tamam. 28 də yazarsınız və bu şəkildə. Gəldik buna. Buradan bəzilərini yazaq. Məsələn, 19-a baxıram. Baxın, bu bir A olsun, bu bir B. Yəni, A kvadrat çıxaq, B kvadratı. Birinci fərqləri, sonra isə cəmləri. Deməli, fərqləri necə olacaq? Mötərizənin burada işarə dəyişəcək, plus olacaq. A-lar gedəcək, mənfi 9. Mənfi 9 vurulsun, 2A çıxılsın, 9 şəklində yazacaqsınız. 22 sizlikdir, 20 dəqiqə. Məsələn, 28 sizlikdir, 25-ə baxaq. Yəni, A kvadrat çıxaq, B kvadratı. Bir dəfə cəmləri, bir dəfə fərqləri. Çıxaq P, artıq işarəni dəyişdim birbaşa. Deməli, bu olacaq necə? 3P çıxaq 1, P plus 3 şəklində olacaq. Məsəl üçün, belələrindən də birinə 29-a baxım. Hə, baxıram ona. İşarələnəyək. 3x-in kvadratı çıxılsın. 1 çıxaq 2x-in kvadratı.
Elə bilin ki, bu adı bu B-dir. Yəni 3x çıxılsın 1 plus 2x, bir dəfə də cəmləri. 3x gələk 1 çıxaq 2x. 5x çıxaq 1 vurulsun x plus 1 şəklində ayrıldı. 26 sizlik, 20 sizlik, 23 mənlik. 5'in kvadratı çıxılsın, a çıxılsın 4'ün kvadratı. Bir dəfə fərqləri, yəni elə bilin ki, yenə deyirəm bu özür istəyirəm, bu a-dır, bu b-dir. 5 çıxılsın a plus 4. 5 üzərinə gəlsin, a çıxılsın 4. 9 çıxılsın a vurulsun 1 üzərinə gəlsin a. Bu şəkildə ayrıldı. Bunu da belə bir yekun vurduq. Və sonra kub üstürlərine baxacaq. İlk öncə kubu şəklində yazmağa baxıram. Deməli, işarələdiklərimi yenə mən yazacağım. Qalanlarını siz yaza bilərsiniz. Məsələn, buna baxıram. 125 5'in kubudur. A üstü 15'də, A üstü 5'in kubudur. Bu şəkildə. Deməli, bunlar rahatdır. Hə, məsələn, buna baxaq. Burada A kvadratı səhv düşüb yenə, çünki onu yazmaq biraz yaxşı yazaq da nə olacaq? Yazaq, fərq yoxdur. 3 A kvadratı nəyin? Yəni A üstü 2 bölək 2 bölək yoxdur. 3 bölək 2'nin kubudur, düzdürmü? Yəni A üstü 1/5'in. 1/5'in yox. Deməli, nəyin kubudur bir dəqiqə? 2 bölək 3'ün. Bunun kubu. Hə, 2 bölək 3'e 1/5 yox, 2 bölək 3. Özür istəyirəm, B-nin kubu. Bu şəkildə yazılacaq. Bunları da yazarsınız. Məsələn, bu. 27 üçün kubudur. 64 4'ün. A kubu A'nın. B üstü 6 B kvadratının. Bunun kubu. Məsələn, bu olsun. 314 nəyin kubuydu? Dəqiqə hesaplayayım. Heç nəyin kubu deyil. 343 eləyim bunu. 7 bölünsün 5. A üstü 4 B kubunun kubu şəklində olacaq. Bunu dəyişim, çünki sizə problem yarada bilər. 27 yazdım. Bu şəkildə oldu. İndi düsturlarımıza baxırıq. Bir dənə toplama, bir dənə çıxma və s. bir dənə işləyəcəm. Tamam. A kubu plus B kubu. A plus B vurulsun A kvadrat çıxaq. AB plus B kvadratıdır. Burada plus olduqda burada minus olur. Yəni onu xatırlayın, yadda saxlayın və s. və s. Burada da yadda saxlayın ki, çıxaq onda pluslar olur hər ikisində. Burada çıxaq plus növbələşir. A çıxaq B vurulsun A kvadrat plus AB plus B kvadratı şəklində. Burada kubdur uşaqlar. Yenə çap səhvidir. Burada 6 eləyirəm. Yəni qoy bir dənə baxım. Yəni bunu düzənləmək üçün AI-dən istifadə eləmişəm. O da bəzi rəqəmlər dəyişib deyə. Məsələn 3/3 nədir orada yazıb və s. Baxırıq. Məsələn nəyə baxım? 6'ya baxdım. 6'ya baxdım. Yəni birincisi elə düsturun özüdür da, nəysə. Bu 125 nəyin kubudur? 5'in kubu çıxaq Y-in kubu, yəni Y kubu. Dedik ki, A çıxaq B vurulsun A kvadratı deməli üzərinə gəlsin AB 5Y üzərinə gəlsin ikincinin kvadratı, yəni Y kvadratı. Bunu yazdım. Belə eləmirdik. Burada qırmızı ilə sizin üçünləri işarəliyim. Bu sizindir, bu sizindir, bu sizindir. Bir dənə toplamaya baxaq, düzdürmü? Bir dənə də 3'də yazacağım, 7'də sizlik. Deməli, A kubu üzərinə gəlsin 3B'nin kubu. Yazacaq A plus 3B vurulsun. Birincinin kvadratı çıxaq hasilləri üzərinə gəlsin. Axırıncının kubu 9B kvadratı. 9B kvadratı şəklində və bizim əlavə 2 dənə düsturumuz var. O çox işlənmir deyə nümunə çox yazmamışım. İndi özümdən yazacağım. A plus B'nin kubu. A kubu üzərinə gəlsin 3A kvadratı B üzərinə gəlsin 3AB kvadratı plus B kubu. A çıxılsın B'nin kubu. A kubu çıxılsın 3A kvadratı B üzərinə gəlsin 3AB kvadratı çıxılsın B kubu şəklində.
Məsələn, nümunə yazaqmı, yazmayaq məncə. Yəni bunu da belə öyrənərsiniz. Baxın, burada hesablama çoxdur deyə, yəni bunu çox elə vermirlər istifadə üçün, amma bilsəz yaxşıdır. Yəni dedirəm ki, tətbiqi aydın olmuşdur.